А вони вже тут були. Ну, каже пан Ігор керівник. Dostlar, salamlayıram sizi 22 may 2026 yıl Kani şəhərində Kabzarın Taraz Grigoryev üçün qəbri üzərində ziyarət bağındayıq. Prezident də bura təbrik göndərib. Deməli, indi tədbirlər başlayacaq. Bugün Taraz Grigoryev üçün Ukraynaya gətirilmiş nəşinin dəfn olunmasının 165-ci il dönümüdür. 1861-ci il may ayının 22-si bax burada Taraz Grigoryev Şevçenko dəfn edilir. Yəni, tədbirlərimiz başlayır. Bura gələndə insan tamamilə başqa bir ruhda olur. Çünki Taraz Grigoryev Şevçenko'da Ukraynalılar özlərinin ideya mənbəyi, milli peyğəmbər adlandırırlar. Belə yəni gəlmişik çoxlu qonaqlarla. Odur ki, gün ərzində burada tədbirlərdə olacaq. İnşallah görüşəcəyik. Sonra çoxlu da çəkilişlərimiz olacaq. İnşallah kanalımızda da görərsiniz. Təşəkkür edirəm.